Təşəkkür edirəm dəvətə görə və yəni ümid edirəm ki, məndən başqa da namizədlər var idi bu mövzuda danışmağa. İndi onda ilk sualım. Why are you gay? Who says I'm gay? You are gay. Okay. Bunu mütləq açıqlayaq. Çünki yazmasınlar ki, sən də o stolardansan, nə normaldır falan. Mən homoseksual deyiləm. Və düşünürəm ki, bu haqqda danışmaq üçün, obyektiv mülahizələr aparmaq üçün homoseksual olmağımıza ehtiyac yoxdur. Yəni tarixdə və elmdə olan obyektiv reallıqları bu dəqiqə bir yerdə müzakirə edəcəyik. Və düşünürəm ki, müəyyən qədər də olsa bu stereotiplərə qarşı insanların fikrini yaxşı tərəfdən dəyişdirə bilərik. Çox sağ ol, təşəkkür edirəm. Xüsusilə sən mənə söylədikdə ki, mən bu mövzuda danışmaq istəyirəm. Mənim ağlıma sənin bir paylaşımın gəlmişdi. Desən Straight Side paylaşım, səhv eləmirəmsə. Nə idi? Straight Side-də paylaşım. O yazı? Hə, öz əmisi tərəfindən öldürülən gay ilə bağlı. Düzü ondan sonra dedim ki, okey olar. Mən də sənin üçün suallar hazırladım. Mən burada əsasən sən suallar verəcəm, sən də danışacaqsan, fikirlərini bildirəcəksən. Okey, mən bu mövzuda yəni çox da bilikli biri deyiləm. Onda başlayaq. İndi Why are you gay-dən sonra ikinci sualım, ən əsas sualım bu olsun. Homoseksuallıq bir xəstəlikdirmi? Yəni ümumiyyətlə görürsən ki, sənə yazılan rəylərdən gördüyüm bu idi ki, böyük ölçüdə deyirdilər ki, bu xəstəlikdir, insan təbiətinə qarşıdır, normal bir şey deyil. Homoseksuallıq xəstəlik deyil. Ümumiyyətlə bir məfhumun xəstəlik olmasını müəyyən etmək üçün o insan ömründə və ya hər hansı bir canlının təkamülündə və tutaq ki 80 illik ömründə ona fiziki, psixoloji olaraq mənfi təsir eləməlidir. Yəni geriləmə olmalıdır. Nə mənada? Artıq onda bir qüsurlar yaranmalıdır, problemlər yaranmalıdır və onda biz ona xəstəlik deyə bilərik obyektiv olaraq. Və qeyd edim ki, 1973-cü ildə Amerika Psixiatrlar Birliyi də onu xəstəlikdən çıxartdı və ondan qabaq da Ümumdünya Səhiyyə Təşkilatı xəstəlik və qüsur deyək, həmin siyahıdan homoseksuallığı çıxartdı. Bunda təbii ki, öz reallıqları var. 90-cı ildə də Ümumdünya Səhiyyə Assambleyası da bunu xəstəlik olmaqdan çıxartdı və xəstəlik kimi müəyyən olunmur bu dəqiqə. Yəni xəstəlik sayılmır. Bunun da özünə görə obyektiv cavabları var, sübutları var. Məsələn, biz onu xəstəlik sayırıqsa, bunda autizm sindromunda xəstəlik saymalıyıq ya da Down sindromunda xəstəlik saymalıyıq. Amma bu xəstəlik deyil. Bu müəyyən xromosom çatışmazlığıdır bunlar, nə bilim. Xromosom çatışmazlığı? Hə, məsələn Down sindromu. Hə, Down sindromu. Amma homoseksuallığa gəlsək, o ümumiyyətlə çatışmazlıq deyil. O bir davranış motividir. Gəl birinci homoseksuallığın nə olduğunu deyək. Buyur. Homoseksuallıq bir fərdin öz bioloji cinsindən olan fərdə romantik hisslər bəsləməsi və müəyyən cinsi meyllər və ya davranış motivləri kimi demək olar bunlara. Yəni yönəlişlik deyək. Hə, meyl. Elədir. Və bunun da öz spektrdə müəyyən başlıqları var. Məsələn, homoseksuallıqdan heteroseksuallığa gəlsək, burada biseksuallıq var, panseksuallıq var. Yəni çox sözü nə idi Yunanca? Poliseksuallıq da var. Yəni çoxdur. Növləri, çeşidləri çoxdur. Yəni bu insanın beyni ilə əlaqəli bir şeydir, yönəlişlik cinsinə. Bu tək beyinlə əlaqəli deyil. Bu əvvəla bunu deyim ki, homoseksuallıq meyldir dedik, amma bu sonradan qazanılmır. Çox istisnalar var ki, sonradan qazanılır. Ətraf mühitin təkidi ilə qazanılır. Amma ümumilikdə homoseksuallıq obyektiv olaraq bir fərdin, yəni doğulandan deyək, təbiətdən deyək, bir müddət sonra artıq hiss olunur ki, onun öz cinsinə qarşı müəyyən marağı yoxdur. Və hətta belə deyək, bax bu qadın və kişi arasında bu qədər fərqlərin görünməsinə baxsaq, bizim cəmiyyətdə çox qadınla kişi arasında fərq qoyurlar. Amma məsələn, sənə belə bir sual verim. Sən vəhşi təbiətə baxsan, heyvanlar arasında yəni uzaqdan belə baxsa deyirsən ki, bu dişidir, bu erkəkdir. O rahatdır müəyyən eləmək insanlardakı qədər.
Baxır canlıya. Cinsi dimorfizmə görə dəyişir. Əgər ki, cinsi dimorfizmdə böyük ölçüdə monogamiya varsa, yəni bax ondan danışacağıq. Bir erkək dişi arasında bir erkəyin bir dişisi və ya bir dişinin bir erkəyi varsa, onları çətindir müəyyənləşdirmək. Poligamiyada? Poligamiyada bəlidir, aslan. Onun nə dişisi var? Elə Erkək aslan fərqlənir. Və yaxud da ki, şey deyim sən, ördək, xoruz. Poligamdır. Yəni dişilər ən yaxşısını davamlı seçib, ona görə erkəyi çox qəşəngdir və çox qəşəngdir deyə çox dişisi var. Amma şey monoqamlarda elə deyil. Yəni bu cavab budur. Gəl onda belə danışaq. Lap başa gedək. Poliqamiyada bu arada çox eşli, çox dişi və ya erkəyə sahib olmaq, çox yoldaşa sahib olmaq. Çox evlilik deyək də çox evlilik arasında. Ümumiyyətlə bax bu qədər kəskin şəkildə cinslər arası xüsusiyyətləri fərqləndirəndə bir şey unudurlar. Biz gəl qaydaq embrioya, insan doğumuna. Qaydaq. Burada ilkin kişilik xüsusiyyətlərinin fərqlənmə prosesinə nəzər salsaq, sperm və yumurtanın birləşməsinə təxminən 6-8 həftə sonra yavaş-yavaş bu fərqlər başlayır. Yəni ana bətnində embrionun formalaşması prosesində və cinsiyyətin müəyyən olunana qədər, yəni təxminən 1-2 aya qədər burada təbii ki, yəni inkişaf başlayır və davam edir də, yəni işsiz qalmırlar. Bax ümumiyyətlə bütün canlılarda, məməli daha doğrusu, məməli canlılarda bu bizə də aiddir. Doğum prosesində, ümumiyyətlə embriodan sonra formalaşma prosesində model olaraq qadın bədəni götürülür. Çünki hamısı qadın bədəninə uyğun başlayır inkişaf eləməyə. Niyə? Çünki X xromosomun təsiri var və qadın doğurdu onu məntiqlə. Bu insanlarda da belədir. Kişilər təxminən müəyyən 6 ay sonra yavaş-yavaş formalaşmağa başlayanda burada məşhur o SRY geni Y xromosomunun üstündə oxudulur və ondan sonra testislər əmələ gəlir. Testislərdən sonra testosterondan sonra da artıq ilkin cinsiyyət xüsusiyyətləri ortaya çıxır. Penis məsələn ondan sonra başlayır inkişaf eləməyə və artıq görünür ki, yəni bu dişi deyil, erkəkdir. Amma burada bir reallığı unutmayaq ki, məsələn, bizdə bəzi orqanlar var ki, qadınlarla hələ də eyni funksiyanı daşıya bilər. Məsələn, məmə ucları. Məmə ucları kişilərdə tamamilə qeyri-işlək vəziyyətdə deyil. İşlək vəziyyətə qayıda bilər. Bununla bağlı bir qeyd var və 90-cı illər, daha doğrusu ötən əsrin ortalarında belə bir eksperimentlər olurdu kişi bədəni üzərində və antipsixotik dərman kimi istifadə olunan bir dərman var idi. Adı da torazin idi. O torazin dərmanı kişilərə məsələn erkəklər arasında eksperimentlərdə verirdilər kişilərə və nəticədə nə olurdu? Kişilərdə ümumiyyətlə döş ucu işlək nə vaxt ola bilər? Çox bəsit. Bu süd istehsal edə bilməsi üçün kişilərin də burada lazım olan tək şey qadınlarda olduğu kimi birdən-birə bədəndə artıq miqdarda prolaktin ifraz olunmasıdır. Prolaktin ifraz olunan kimi süd verə bilər ki. O torazini hipofiz bezi vəzinə təsir edir və prolaktin istehsal edəndə birdən-birə kişilərdən də süd ifraz olunduğunu görülür. O olurdu. Buradan nə demək istəyirəm? Yəni bax bu qədər fərqlilikləri müzakirə edəndə bunlarda nəzərə almalıyıq ki, kişi və qadın, yəni erkək və dişi deyə, burada kişi, qadın genderdir. Yəni cinsi kimliklər şəxsiyyətdir. Bu şey deyil, bioloji cinsiyyət deyil. Erkək və dişilər arasında bədəndə olan fərqlər bizim fikirləşdiyimiz qədər deyil və adicə çox tək bir SRY geni olmasaydı, təsəvvür edə bilərsən, bütün erkəklər dişi kimi formalaşmadı. Dişi fiziologiyasına formalaşsa. Yox, sən anladım. Bir növ söyləyirsən ki, insan bədəni ümumiyyətlə bizdə indi X-dir və Y-dir. Y kişi cinsini formalaşdırır, X isə bütün bədəni formalaşdırır. Tək qadını yox, bütün bədəni formalaşdırır. Ona görə deyirik ki, qadının üzərinə yığılan bir kişi var. Çünki öncəki canlılar deyəsən bir-birinə ayrılırdı, mitoz bölümü ilə ayrılırdılar. Mitoz, mayoz olan fərqləri də var idi. Artıq cins formalaşdı, cins təkamül elədikcə, yəni cinslər təkamül elədikcə bir növ erkək burada dölləmə funksiyasını yerinə yetirib, amma yenə də bədənindən bədən ayrıldığına görə əslində o mitoz bölümü yumurtada da baş verir də hələ də. Qadın bədəni əsas firmal olub və ondan ayrılır bir növ kişi bədəni. Buna görə də hər bir kişidə qadın xüsusiyyətləri tapmaq mümkündür bioloji olaraq, bunu deyirsən. Və ardicada qeyd edirsən ki, ola bilsin ki, ana bətnində olarkən öz həmcinsinə yönəlişlik
zəkada, beyində başlayır. Daha doğrusu bədəndə başlaya bilər. Ne- Yəni doğulmadan da bu başlayır. Yəni doğulmadan qabaqdır. Neyronal prosesi də, yəni Neyronal prosesdir. yox, tam olaraq belə deyə bilmərik. Buna Təsir edir. Hərəkətlərini, davranışlarını formalaşmasına təsir edən həmin o proses. Amma belə deyək də, indi o embriyo periodu var. Posterior, anterior formalaşma, ona girməyəcəm, amma yenə deyirəm. Gəl başqa misal üzərindən izah edeyim, daha rahat olsun homoseksuallıq baxımından. Bax bizdə necədir? Bir dişi, bir erkək, sperma və yumurtadır. Amma bu olmaya da bilərdi. Necə? Bax, bu təkamülçü olaraq digər variantlar da olub, onlar ələniblər. Zaten elə canlı var, göbələk məsələn elə növ var ki, nə qədər cinsi var. Onları qeyd eləyəcəm. Bütün onları gətirmişəm o statistik məlumatları ki, kimin nə qədər cinsi var. Var elə canlılar. Amma mənim demək istədiyim odur ki, bax, qametlər, qamet yəqin ki bilsən, Yunan dilində qadın partnyoru mənasına gəlir. Tam da bu cür tərcümə eləməyək. Biz bunu cinsi yolla çoxlanan orqanizmlərdə mayalanma zamanı bir hüceyrənin digər əks hüceyrə ilə birləşməsi və burada da morfoloji cəhətdən iki qametin əmələ gəlməsi, yəni bir hüceyrə, bir sperma. Burada nə olur? Bax, əvvəl qametlərdə təzyiq edici qametlər deyək ki, yumurtadır. Yəni dişi hüceyrəsidir. Okay. Və bir də var dağıdıcı qametlər. Bu da erkəyə aiddir. Əvvəl bunlar bir-birindən qarşılıqlı təsirdə olurdu. Dağıdıcılar da olurdu, amma dağıdıcılar daha çox orqanalları məhv elədiyi üçün orqanallar da kiçik hüceyrədir. Daha doğrusu kiçik orqanlardır. Orqan yarısıdır hüceyrələrdə olan ilkin variantda. Məhv elədiyi üçün o formalaşmırdı. Sonradan yavaş-yavaş ələnirdi. Çünki böyümə prosesində orqanallar çox vacib rol oynayır. Digərində də təzyiq edici qametlərə gəlsə, yəni yumurtalar, onlar tək başına iş eləmədiyi üçün. Onlar da birləşdi, amma sonradan ələndilər. Təkamülçü olaraq bu cür izah eləmiyorlar. Amma təkamül prosesində nə faydalıdırsa və ətraf mühitində təsiri ilə nə uzun müddətlidirsə, o seçilir. Təbii seçilmədə də bu belədir. O demək deyil ki, məntiqsizdir. Bu da ola bilər. Ehtimallar arasındadır. Riyazi olaraq baxsaq, təbii ki, çox ehtimal var. Bu belədir və bu normal ola bilər. Belə deyim, biz indi bu dəqiqə iki eyni qamet birləşsəydi və indi əmələ gəlsə, biz heteroseksuallığa pis baxacağıq məsələn indi. Amma istisnalar da var təbii ki. Yəni söyləyirsən ki, bu bioloji təkamülün məhsuludur. Bizim əlimizdə olan bir şey deyil. Buna görə insanları qruplaşdırıb, kateqoriyalaşdırıb aşağılamağa dəyməz. Bioloji təkamülün məhsulu nə mənada? Orada bir paket kimi gəlir. O paket yan paket kimi bu da çıxa bilər. Hə. Bu alternativ də var. Əgər o fenotiplər, məsələn, o xüsusiyyətlər növbəti nəsilə ötürülsə və bir mənfəət olsa orada, yəni bir necə deyim, məhsuldarlıq olsa, nəsə bir detal, yəni genetik ötürmə olsa, məhsuldarlıq olsa, o da inkişaf edə bilər və belə onda burada belə bir sual çıxır. Əgər geylər artmırsa, gey genləri hər dəfə nətər zühur eləyir. Normalda isə çıxmalı deyil. Bax məsələ indi mən deyim onu. Təkamülçü olaraq bəzən olur ki, yəni sən təkamülçü olaraq yoxsa təkamül aspekti? Təkamül aspekti. Hə, təkamül aspekti. Bizdə ümumiyyətlə terminologiya çox problemlidir. Problem deyil. Buna belə yanaşaq. Bax, misallar üzərindən, heyvanlar üzərindən. Qağayı, quşun adı qağaya idi, səhv eləmirəm. Qağay quşu. O dənizdəki. Hə, qağayılarda məsələn necə olur? Deməli, erkəklərin sayı az olduğu üçün qadınlar nə edir? Erkəklərdən çoxalır və qadın demirəm, yəni həqiqətən öyrəşmişik bu sosial konstruksiyadan. Dişi və erkək deyək. Hə, dişidir, erkəkdə zalsız. Onsuz da elədik, prosta yenə deyirəm, sosial konstruksiya bizi bu cür terminologiya söhbət anlayırıq da. Qağayılarda necə olur? Hə, dediyim kimi. İki qağayı görür ki, erkəklərin sayı azalır populyasiyada. Çoxalır, ondan bir bala qağaya əmələ gəlir və ondan sonra o balaya iki dişi baxmağa başlayır bir müddət sonra ki, yavaş-yavaş təşviq eləsin. Və bu belədir. Yəni ona da indi biz dediyimiz cinsi meyl baxımından məsələn homoseksual saya bilərik. Ya da ümumilikdə birlikdə çalışırlar, birlikdə cinsi əlaqəyə girmədiklərinə görə nətər homoseksual deyə bilər. Bax məsələ də odur da, ironik tərəf də odur ki, təkamül prosesində heyvanlarda bəzən dişilərin bir-birindən əlaqə qurması və hətta bəzən cinsi xarakterli əlaqədə olması məhsuldarlığı artırır. Bu araşdırmalar nəticəsində görünür ki, ən böyük iddialardan biridir. Nə mənada? Əslində qəşəng bir iddiadır. Bundan bu antropoloji bir iddia da var. Daha mənə söyləyəcəm. Bax, bonoboları deyək. Bonobolarda necə olur? Ən sevdiyim. Ən çox bizə oxşayan həm də. Ən yan genetik yaxın.
Bonobolarda bu stressdən qorunmaq üçün həqiqətən iki zid əks cins bir-birindən doğrudan da cinsi əlaqə olur. Doğrudan cütləşir. Alınmır, amma yenə də davam edirlər bunu eləməyə. Bunu eləyəndə də hətta belə deyim, onlar əsəbi sakitləşsin deyirdim. Erkəklər arasında iyerarxiya olur. O iyerarxiyada yuxarı qalxdıqca dişlərlə cütləşməsi daha rahatlaşır. Görürlər ki, artıq bir status məsələsi orada da var da, sosial. Təbii ki. Yavaş-yavaş bunlar əlaqədə olur, yəni erkəklər və bir müddət sonra artıq bu dişləri cəlb eləmək baxımından daha rahat olur. Çünki iyerarxiyada qalxırlar və dişləri cəlb edirlər. Bu təkamüldə əldə qalıb bonobolar arasında. Makaklarda amma görünür ki, yox, onlar stresi azaltmazlar üçün yox. Şimpanzələrdə məsələn çox az olar məncə. Çünki cinsi dimorfizm var. Ən çox bonobolardadır. Sonra makaklardadır. Sonra çimpanzələrdədir. Qorilada çox az olar. Qorilada heç olmaz məncə. Hə, çünki bilirsən, bir dominantlaşdıqca bir cins məncə öz cinsindən meyl getmək çoxdur. Hə, o elədir. Bəli. Yəni indi model olaraq o cür görmüşük də. Amma yenə deyirəm, əlimizdəki odur. Təbii ki. Təbii ki, elm hər zaman belə işlə. Bu dəqiqə danışdıqlarımız indiyə qədər olanlara əsasən dostlar. Bəli, bəli. Bax, makaklarda bu sadəcə zövq üçündür. Sadəcə öz cinsindən olanla əlaqədə olur, nə bilim, əylənir, sonra gedir dişi ilə. Onda sən yəni fikirlərini toparlamağa çalışacağam. Belə demək istəyirsən. Bəs şey deyim, o statistik məlumatları ki, niyə məhz iki cinsiyyət var? Onu sonra deyəcəksən təbii ki, problem deyil. Sadəcə olaraq sən dediyini deyim. Yəni söyləmək istəyir ki, təbii ki, genetik olaraq məhsuldar olmaya bilərlər. Bir gey öz gey genini ötürməyə bilər. Fəqət kollektivin həyatda qalmasında və sosial konstruksiyada müəyyən bir rol oynadığına görə alternativ olaraq onların çıxması cəmiyyətə bir rol oynayır və xeyir verir cəmiyyətə. Yəni kollektiv sürətdə bir xeyir verir. Bunu deməyə çalışır. Məsələn, bonobolar misal çəkir ki, görürsüz bonobolarda bir sosial tamlığı qorumaq üçün arada bir bu formada homoseksual davranışlar edirlər. Yəni bunu deməyə çalışır ki, təkamül aspektindən də baxanda xeyirli yanları var. Həm də təkamül də o qədər qəddar bir mexanizmdir ki, yəni daima praqmatizm, fayda güdən bir mexanizmdir. Təkamüldə belə onlar hələ də öz funksiyalarını saxlayıblarsa, homoseksuallıq hələ də görülürsə, bu o deməkdir ki, yəni doğrudan da normaldır. Okay. Yəni biz burada normallaşdırmırıq, çünki onsuz da normaldır. İndi niyə iki cins çox yayğın görünür? Okay, bunu İstisnaları deyək. Gəl istisnalar deyək ki, hər heyvanda, cins növdə iki cins görülmür bioloji olaraq. Məsələn, burada adlar latın dilindədir və çox uzun olduğu üçün bura qeydlər eləmişəm. Məsələn, göbələklər aləmində sənin dediyin kimi. Onlara çox idi. 14.000-ə yaxını var. Çox idi. Dəhşət idi. Fissarium polysepium adında bir göbələk növündə 720 cinsiyyət var. Okay. Sonra Scypsophilium commune göbələyində komün sözü. Komün. O barədə deyirəm podkastda. 28.000 cins var. Yəni orada ən çox burada görülür və daha sonra da Ponomyrix cinsinə aid olan bəzi qarışqalarda da o qədər çox deyil, amma 3-4 burada sənə bir cins sual var. Bu cinsi necə müəyyən edirlər ki, onda 28.000 cins var? Cinsi necə müəyyən edirlər? Morfoloji xüsusiyyətlərdən əksər hallarda. Məsələn, baxırlar, bir-bir fərqləndirirlər. Müşahidələr təbii ki, bu yollardan biridir. Təkamülçü prosesini ümumiyyətlə etoloq deyirlər də. Etoloqlar o cür müşahidələr aparır. Məsələn, 28.000 fərqli cinsi bu təbii ki, o qədər çoxdursa bunu təqribiləşdirirlər. Yəni o qədər çox. Məsələn, 700-də 10 dənə var. 10 dənəsini nətər hesablayırlar? Maraqlı gəldi. 10 dənəsini nətər hesablayırlar? Bir müddət təbii ki, vaxt etoloqlar bir müddət həmin zonada vaxt keçirirlər. Və orada müşahidə necə aparırlar? Belə deyim, bir növə, bir fərdə fikir verirlər. O fərd, məsələn, bir fərdlə əlaqə qurdu, onun morfoloji xüsusiyyətlərini analiz edir. Əgər burada da fərqlidirsə, onda da fərqlidirsə, sonra gedib o başqa bir fərdlə əlaqə qurursa və onun da morfoloji xüsusiyyətləri fərqlidirsə, artıq burada görürlər ki, cinsiyyət fərqləri var və bəzən funksiyalar da fərqli olur. Heyvanlarda çünki o qədər mürəkkəbdir ki, bu xüsusiyyətlər və cinsi xüsusiyyətlər də çox mürəkkəbdir. Bəzən olur ki, məsələn, erkəyin və çox vaxt olur. Erkəyin işi dərhal bitir. Birinci saniyə ərzində. Ondan sonra həmin o erkəyi müşahidə etmək daha rahatdır. Çünki görürsən ki, məsələn, dişilər daha çox həmin o prosesdən Örümcəklərdə kimi də bəzi örümcəklər öz erkəyin yeyirlər. O cür qəribə hallar çox deyil təbii ki. Məsələn, cinsi dimorfizmdə biz həmişə görmüşük ki, erkək güclü olur, dişi zəif, amma
Dənizəli canlılar var ki, erkəyi balacadır, dişisi yekər, kələ kimi. Amma bunlar biologiyada hər zaman istisnadır. Çünki populyasiyalar cinsiyyət baxımından bayaq sən demişdin, mən bir də əlavə edeyim, meta balanslı adlandırdığımız tranzitliyə malikdir. Yəni burada iki cinsiyyət qədər balanslı deyillər. Bəzən olmur. Yəni bu o demək deyil, ha, fayda yoxdur deyə bu lazımsızdır falan. Bunu bayaq izah elədik. Və bu ümumiyyətlə yəni çoxalma imkanlarından asılı olaraq cinsiyyət rolları müxtəlif ola bilər və müxtəlif cinsiyyətlərdə əmələ gələ bilər. Okay, anladım. Yəni belə götürsək, bəli, bioloji olaraq söyləməyə çalışdın ki, bioloji cins biraz nisbi məsələdir, hər canlıda fərqlidir. Biz bu varoluşdan qaynaqlanır, təkamüldən qaynaqlanır. Yəni bunun üzərinə bir xəstəlik deyə bilmərik buna. Sadəcə bu alternativ bir yönəlişlikdir. Cins yönəlişlik, alternativ. Amma çox cinsiyyətli niyə az görülür? Bunu da deyim, çox texniki detaldır. Okay. Bu mitoxondrial DNT-də və xloroplast DNT-də baş verən mutasiyalar sonradan müəyyən, yəni populyasiyada müəyyən problemlərə yol açdığı üçün bu çox görülmür və dərhal elənir. Çox istisnalar da hələ də qalıb. Onlarda da bəzən problemlər olur. Yəni ona görə bu İndi gəl insana keçək biraz. İnsan antropogen amillərə keçək. Hə. İnsan keçək deyəndə insan təkamülündə məsəl üçün elə bir şeylə rastlaşmısan ki, tarix boyunca və yaxud da ki, insan təkamülündə geylik, yəni gen olsun, geylərin gen olsun. Yəni geylər üzərində bir araşdırma olubmu, genetik araşdırma? Olub, amma belə deyim də, bu XQ28 adında bir gen var. 2015-ci il araşdırmasıdır o. Hə. Bax onu deyəcəm. XQ28 geni ən məşhurlardan biridir. Onun üzərində müəyyən mülahizələr var ki, bu hamısına tapılıb deyə deyirlər ki, ola bilsin bundan qaynaqlanır. Yəni çünki olan 800 nəfər idi də. 800 az deyil yəni. Az deyil. Çünki o tapdığımız bu deyildi. Ona görə o cür sənin dediyin kimi. Amma hələ ki tam təsdiqlənməyib. Sonra belə bir yanaşma var, çox üzr istəyirəm. Buyur. Söyləyirlər ki, bu böyük psixoloji problemdir. Niyə? Çünki məsələn bu yaxınlarda mən də çox tanıdığım, çox hörmət elədiyim biri mənə söylədi ki, məktəbdə işləyir. Yəni çox uşaq görür və deyir ki, hansı uşağın ki, ailədə atası ilə və ya anası ilə müəyyən problemləri var, onlarda bu xüsusiyyət daha çox müşahidə olunur. Buna cavabın necə ola bilər? Yəni həqiqətən valideynlərlə olan münasibətdəki problemlər cinsi yönəlişliyə təsir edirmi? Biz artıq biologiyunu bitirdik deyəsən. Təbii ki, biologiyunu bitirdik. Çünki çox getdik. Çox getdik də oradan bizim əsas sosial tərəfdir. Psixologiya keçdik əslində. Belə deyim, bu qayda deyil, amma çox hallarda mən özüm də müşahidə etmişəm ki, bu belədir. Çünki belə deyim yəni doğrudur da bu. Valideynlə münasibəti əslində onun cinsi yönəlişliyinə təsir eləyir. 100% təsir eləyir. Yəni amma bir dəqiqə, nə mənada təsir eləyir? Ola bilər ki, məsələn, valideyn daha çox biz cəmiyyətdə necə görmüşük? Heteroseksuallıq bu dəqiqə normaldır cəmiyyətdə. Nə baxımdan normaldır? Biz daima bax, oğlansansa, nə bilim, sabah evlənəcəksən, nə hansı qızdan xoşun gəlir? Bu kimi suallar verilir bizə. Və həmin o sən dediyin tutaq ki, bir xəyali bir insanın alt şuuruna yeridilir sanki məcazi mənada alt şuur ki, yəni bu normaldır, belə olmalıdır, amma o özündə görür ki, əslində məndə belə deyil axı. Və onda artıq problemlər başlayır. Orada psixoloji problem. Yəni sən söyləyirsən ki, əslində ana-atanın təsiri ilə yox, ümumiyyətlə cəmiyyətin vurduğu təsirlə belə formalaşır deyə ata-ana ona elə davranır. Yəni biri var ata-anadan qaynaqlansın, biri var ki, o elədir deyə ata-ana ona elə reaksiya verir, o da ata-anasına qarşı aqressiv reaksiyalar göstərir. 100% burada cəmiyyət təbii ki, birinci olur. Ora gələcək, performativlik nəzəriyyəsinə gələcək. Okay. Məsələn, bəzi yanaşmalar var, deyirlər ki, qız uşağı atasından yetər qədər sevgi görməyəndə digər kişilər daha çox meyillir ya da ki, tam-tamına kişilərlə əlaqəni kəsir falan. Yəni bu bilirsən bu çox yaxşı detaldır. İndi ona bənzəyir. Bu təbii ki, iddialardan biridir və bu elə belə bir şey deyil. Mən niyə görə bunları söyləyirəm Fərhad? Çünki insanların da müşahidə qabiliyyəti var. Təbii ki, biz oturub elmi məqalələr oxuya bilərik və elmi məqalələr bəlkə də sırf liberal cəmiyyətlərin, yəni liberal institutlardan da qaynaqlana bilər ki, onlar da dəyişə bilərlər. Çünki mən tarixdə belə Avropa sentrik yanaşmalar o qədər görmüşəm ki, çox skeptik yanaşıram. Qərbdən gələn mənbələrə, həm də şərqdən gələnlərə. Bəlkə bu elə olmalıdır. Daima bir tək burada yox, bütün mövzularda elə olmalıdır. Çünki Foucault dediyi kimi güc və bilik bir yerdədir. Yəni iqtidar və informasiya, məlumat. O zaman sənin dediyin bu yanaşma bəlkə də liberal təfəkkürün məhsulu ola bilər. Amma bir dəqiqə. Birinci o əvvəlki suala qayıdım. Problem deyil. Sən demişdin ki, ona təsir edir valideynlə münasibət. Yaşa. Bax, Freud deyilənlər var. Freud.
Sigmund Freud. Bu barədə həqiqətən ən sevdiyim psixiatr, psixoloqlardan da, nevroloqlardan öz cinsini axtarma konsepsiyası var. Bütün ömür boyu onu axtarır. Onun dediyi kimi sevgi, cinsi meyl sadəcə libidodur. Bu qədər bəsit izah edir bunu və ehtirasdır və onun dediyi nədir? Ona görə hətta bu fikri ilə biraz razı deyiləm. Okay. Ona görə bir körpə, yəni ana bətnindən çıxan kimi artıq onda cinsi meyllər başlayır. O belə deyir. Niyə bunu deyir? Deyir ki, çünki ilk dəfə o tutaq ki, atasını görəndən sonra artıq qısqanma başlayır və anası Edip kompleksini deyirsən də? Hə, ay sol. Müəyyən qədər razı olmaq olar, amma ona baxanda pedofiliya da məsələn normaldır. Nevroloji problem ola bilər. Amma ona baxanda normaldır. Freudun bu fikrini qəbul edir. Yəni mənim psixoloji yönəlişim, ümumiyyətlə yönəlişliyim belədirsə, bu normaldır, məndə ola bilər. Pedofillik, zoofillik, nə bilim. Freud elə deyir. Amma Freuda görə elədir. Hə, amma belə deyim, Freud da həm də nəyə əlavə edib bura? Deyir ki, insanı qadın, kişi, dişi, erkək kimi ayırmır. Ümumiyyətlə insan maskulin, feminin xüsusiyyətlərinə görə ayırır və bir-iki xüsusiyyət də əlavə edib. Antrofil deyəsən var idi. Antrofil ümumiyyətlə insan sevən? Hə də hər ikisi də ola bilər. və bir də var psixoloji olaraq cinsi orientasiyası müəyyən olunmayan insan. 4 qrupa ayrılır belə kobud dildə. O dövrün araşdırmasına görə qəşəng araşdırma. Möhtəşəm şeydir və qəbul olunmurdu ya. Yəni çox təbii ki, indi Freud bu gün olsa, təsəvvür Instagram story paylaşsa dediklərindən bağlı adamın ondan söylərlər. Yəni bizə parasalyalar da onu. Hə, orada da məsələn bir tədbirdə Avstriyada bir tədbirdə çıxış edəndə ona demişdilər ki, bəs nağıl danışma keç otur yerində də, yəni bütün zal etiraz eləmişdi ona. Nəysə, Freud bax bu cür deyir. Deyir ki, insanda maskulin və feminin meyllərin olması çox təbiidir, çox təbiidir. Çünki yenə deyirəm, bioloji olaraq da bu təbiidir. Sosial olaraq da təbiidir. Sosial və bir-birimizdən qarşılıqlı əlaqədəyik və bizim davranışlarımızı, reaksiyalarımızı formalaşdıran da onsuz da sosial konstruksiyalardır, cəmiyyətdir və ətrafımızdakı insanlardır. Biz hər hansısa bir insandan maraqlı bir reaksiya görürük. Nəsə deyəndə, belə elədi məsələn. Artıq bizdə şablon olaraq formalaşma var. Niyə hər insan tanımadığı adamla danışanda, misal olaraq deyirəm, salam deyib uzadır. Məsələn. Şirin satır özü. Şirin. Ona mən insan deyirəm. Səndə fərqi yoxdur. Bax deyirəm də, məsələn, hər kəsdə buna mühit təsir edib, səndə ailə də bəlkə təsir edib, buna, nə bilim, ətrafındakı həyəcan yaratmır deyə qarşıdakı ola bilər. Ola bilər, amma yenə deyirəm, bu o qədər müxtəlifdir ki, biz bunu müəyyən edə bilmərik. Bu insanın sosial olaraq cinsi davranışları, cinsi meylləri çox kompleksdir. Çox böyük fantaziyalar var. Sən deyirsən ki, insanlar arası münasibətlər aşırı mürəkkəb olduğuna görə bu da biz konkret olaraq onu sərhədləyə bilmirik. Bu eynən biolojidəki irq anlayışına düşür. Başa düşdüm. Spektr var, amma bir yerdə olacaqsan, konkret burdasan, oradasan deyil. Məsələn, ola bilər ki, Oman cəmiyyəti populyasiyası ilə Avstraliya aborigenlər arasında elə bənzərlik çıxar ki, bütün irq terminini darmadağın eləyiblər. Eyni məntiq gətirir insan münasibətlərinə və deyirik ki, əslində bunları belə saya bilmərik. O zaman belə bir sual verim sənə. Daha doğrusu ikinci sualıma cavab ver, daha sonra çünki qaldı. Liberal cəmiyyətlərdən qaynaqlandığına görə son dövrlərdə bu qeyliyin elmi bazası bu qədər genişləndirilib bizə doğru kimi satıla bilərmi? Məncə qəşəng sualdır. Maraqlıdır. Doğru kimi satıla bilər deyəndə nəyə nəzər tutursan? Yəni ki, bilirsən, yəni bəzi yanaşmalar var. Teorilər var, hipotez yanaşmalar ola bilər ki, onu elə qaynaqlardan gəldiyini göstərə bilər ki, sanki bu doğruymuş kimi özünü satar, özünü göstərə bilər. Məsələn, belə bir şey deyim, əks fikirləri heç cür şans tanımır, ancaq öz fikirlərini ortaya qoyur, qərb mənbəsi məsəl üçün və son dönəmlərdə bu liberal cəmiyyətlər, yəni sol dövlət, biraz sola yaxın dövlətlər yüksəlib deyə, ola bilsin ki, elmi təməl də tapıb ideolojilərini gücləndirmək üçün saxta elm yaradırlar. Ola bilərmi bu? Məsələn, bayaqdan dediyin faktlar var insanla bağlı. Səncə bu doğrudurmu? Tarixdə mən də istəsəm misal verərəm. Qeylərəm, çox misal verirəm. Bioloji olaraq dediklərimiz məntiqli gəldi də sənə. Çünki biz yenə deyirəm, ən kökünə baxdıq. Xromosom səviyyəsində, nukleotid, DNT səviyyəsində baxdıq bu məsələyə. Yəni və bir də canlı olduğumuzu, embrioda necə formalaşmağımızı, model olaraq qadın fiziologiyası dedik. Bunlar məntiqli deyilsə biz bura mənbələr qoyarıq. Nature-dan, nə bilim, Science jurnalından girib oxumaqla ən məşhurlar oradadır. Amerika Psixiatrlar Birliyində yazdığı assosiasiyasının bu haqqda misal verim. Var. Bəlkə də sən daha yaxşı yönləndirmək üçün bu sualımı, həqiqətən sualımı yaxşı izah eləmədim, özüm də başa düşmədim nə deyirəm. Belə deyim, bax,
elə araşdırmalar var ki, konkret olaraq qaradərilər, ağdərilər arasında müəyyən fərqlər Ora var. gəlirdim elə. Müəyyən Ora fərqlər var. gəlirdim. Amma görsən bunu ört-basdır eləmək istəyirlər. Müəyyən fərqlər təbii ki, onlara fərqli irqə çevirmir. Sadəcə bilmək istəyirik. İndi Bəlkə onun kimi bir şeydir. bu dediyin liberal olaraq bunun propaganda üsulu kimi istifadə olunmasına gəlsək, gəl belə eləyək. Mən də əks sual verim. Onda qaradərlərə yanaşma ötən əsrlərdə necə idi? Qaradərlərə yanaşma aşırı pis olduğuna görə Qaysı? indiki reaksiya da aşırı mülayimdir, yenə də obyektivliyini itirir. Bax mən də bunda problem görürəm. Bax, məsələn, o məsələdə razılaşa bilərik səninlə. Çox qəşəng bir yanaşma söyləyim sənə. Məsələn, mənim ixtisasım antropologiya. Bilirsən ki, kolonial dövrdə formalaşıb. Nəticədə insanları aşırı ayırır. Oy da bu belədir, o da belədir deyir. Mən o məqalələri oxuyuram jurnallara, dəhşətə gəlirəm. İnsan nətər heyvan kimi görür ha. Demək, bundan sonra 2-ci Dünya müharibəsindən sonra saxsılar tam uduzandan sonra, milliyyətçilər daha doğrusu, radikal milliyyətçilər uzandan sonra birdən-birə antropologiya daha da sola qaçır. Çox antropoloq aşırı solçu olur. Nə tərsinə? Və tərsinə olur. Yəni yenə ortanı tuta bilmir. Mən də deyirəm bəlkə sənin dediyin ortada dayana bilmir. Bax 100% deyirəm ki, ümumiyyətlə yəni bütün dövrlərdə bu belədir. Təbii ki elədir. Hə? Təbii ki elədir. Təbii ki elədir. Hər dövrdə aşırı varsa onun aşırısı olur, ortanı. Olur. Propaganda üsulu kimi də istifadə oluna bilər. Amma biz buna baxmalıyıq ki, insan LGBT paradı görəndə gey olur. Bax bu sualı o sualı mən sənə davamında verəcəydim. Elə yaxşı yerə fokuslandın. Sadəcə olaraq biraz tələsdim. Çox maraqlı sualdır. İndi bir dənə bir şey deyim. LGBT paradı olan yerlərdə biz görürük ki, bax belə bir sən gəlmədən qabaq Qroka yazdım bunu. ChatGPT-də yazmadım, Qroka yazdım ki, Twitterə baxsın. Sən də Elon Musk biraz bunlara qarşıdır deyə daha obyektiv yaza biləcəyini düşündüm. Orada söylədi ki, LGBT davamlı olaraq bu Pride yürüyüşləri göstərdikcə həminki cəmaətdə şey yaradıb. Müəyyən qarşı mülayimlik yaradıb. Amma mən öz şəxsi təcrübəm məsələsində visibility deyək. Bəli, çox görürlər deyə gözü öyrəşir də. Amma belə əksini gördüm məsələn Polşada və yaxud da ki Almaniyada daha çox qızıqları var. Niyə? Deyir sağ ki, yüksəlir, yəni normaldır. Sağın yüksəlir. Məsələn sağ yüksəlir ona şübhə yox. Çünki solçular Artıq yüksəlib. Yox, nə günə qoyduqlarını gördükdə ölkələrini. Yəni görürük ki, o da çox pis gün qoyublar solçular ölkələrini. Ona görə məsələn mən bilirsən də mənlə danışanda görsən mən bəzi fikirlərim solçulara yaxın olur, amma böyüksə sağçıyam mən. Onun səbəbi də budur. Yəni mən bura praqmatik baxıram və görürəm ki, ölkəm üçün dəyərlər bu saat daha məntiqlidir. Məntiqli seçimdir ona görə. Nəysə, bunu bildik. Çox yaxşı cavabladın. Təşəkkür edirəm ona görə. Yəni sən dedin ki, xəstəlik deyil. Ümumiyyətlə bu genlə bağlıdır ki, bu sən dedin Q38 geni, sonra bu bioloji təkamül müxtəlifliyi. Təkamül müxtəlifliyidir. Həmçinin cəmiyyətdə xeyir də verə bilir. Bunun var olsa, bir dənə misal verim sənə. Sənə xoşa gələcək bu deyim. Bəzi cəmiyyətlərdə, animist cəmiyyətlərdə və yaxud da ki, qədim animist cəmiyyətlərdə bilirsən şamanlar olub da. Mən buna bağlı videom da var. Şamanların bir çoxu ya qadın olurdu, evlənməyən qadın amma, ya da gey olurdu. Yəni qadın təbiətinə daha yaxın kişi olurdu. Hə, maraqlı detaldır bax. Amma tam belə kələ kimi kişi, o maskülen saydığımız şamanlar da var. Demirəm hamısı elədir. Amma bu da var. Və bunu da belə açıqlayırlar ki, əgər bir geydirsə, bu həm qadın həm kişi təbiətinə yaxındır, yəni ikili təbiətə yaxındır. İkili təbiət o deməkdir ki, dualist təfəkkürə sahibdir. Yəni həm cənnət, həm cəhənnəmi özündə birləşdirir, həm ölümü, həm sağlığı özündə birləşdirir. Gör nə qəşəng baxış açısı, qədim insanların baxması çox xoşuma gəlir. Və bu adamlar uşağı olmur deyə cəmiyyət üçün çox önəmli mövzulara sırf fokuslanır. Məsələn, təqvimi yadda saxlayır. Təqvimi itirsə öldürülür. Niyə? Çünki bir cəmiyyətin həyatda qalması təqvimdən ibarətdir. O təqvim əsasında gələcəkdə dövlətlər qurulacaq və onlar da hökmdar olacaqlar. Məsələn, bilirsən ki, Şumer dövlətlərinin əksəriyyətinin başçısı kahinlər olub. O kahinci təqvimi ölçüb. Yəni bu adam öz ailəsinə övlad olmamalı, ailəsinə fokuslanmamalıdır ki, sırf cəmiyyət işlərinə fokuslansın və onlar da böyük ölçüdə homoseksuallara seçilir. Belə bir yanaşma oxumuşdum, çox qəşəng yanaşmadır. Möhtəşəm, həqiqətən bu dəqiqə fikirləşdim, mən sənin dediyinə təsəvvürümə gətirdim. Yəni çox maraqlı yanaşmadır, amma belə deyim də, yəni sənin dediyin kimi müəyyən rolları olub. Bunu dedim, mən gey dedilər. Nəyi? Mən rəydə zətdə yazırdılar ki, sən geyliyi təbliğ edirsən. Dedim, mən tarix məsələdir, bundan paylaşırım. Səhv ola bilər sabah. Orada elə yazdılar. Hə, mən bundan arxada videomda demişdim ki, bu belə bir yanaşma var. Məncə maraqlı yanaşmadır. Bu yanaşmaya baxmalıyıq. Bu yanaşmanı araşdırmalıyıq. Bəlkə səhvdir, amma maraqlı yanaşmadır. Və yanaşmanın səhv olması
o demək deyil ki, biz onu silməliyik. Çünki gələcəkdə doğruya daha da çox yaxınlaşmamız Alternativləri səbəb olur. saxlamaq mütləqdir. Mütləqdir. İndi gör nə yazacaqlar bu videonun altında. Ona əgər elə yazıblarsa. Burada yazmalılar. Şəxsən yəni bu çox normal bir şeydir. O insanlar, bax sən onları anlamalısan. Çünki sərdən cəmiyyətdən və insandan danışırıq. Adicə bilirsən ki, şempanzilər arasında albinoz doğulanı öldürürlər. Bax, fərqlənirsənsə öldürülürsən qardaş. Çünki fərqli qorxuncdur. Qaranlıqdan niyə qorxuruq? Çünki anlamırıq. Anlaşılmayan şey qorxuludur. Fərqli olan şeydə anlaşılmayan şey olduğuna görə qorxuludur. Hamı da bir özünə dişi tapır, bir də özünə öz cinsini tapmaq istəyir. Qorxulu görsən də bilər, çox bəs normaldır. Bizim ateistlərə şey deyirlər, pişik zat kəsirlər. O yadıma düşür mənim 2008-2009 mən çox balacaydım. 5-6 yaşında, 7 yaşında. Görürüm ateistlər haqqında danışanda elə danışırlar ki, elə bunlar şeytana islahiş edir. Böyüdükcə anladım ki, elə bir şey deyilmiş. O vaxtda elə danışırdılar, yavaş-yavaş öyrəşdilər. Yavaş-yavaş öyrəşdilər. Bu da yəqin ki, olacaq. Ola bilər. İndi keçək psixolojini danışdıq, biolojini danışdıq, psixolojini danışdıq. Keçək sosial. Biz hələ şeyi danışmadıq ha. Nəyi? Şey məsələsi, Egiptlə bağlı, onların təhlükə olması falan. Ondan bağlı, sosial məsələ oldu da. Hə, o ümumi hamısını oraya yazırsan. Hə, Allah. Sənin üçün hazırlamışam. Cəmiyyətə ziyanı varmı bu LGBT-nin və yaxud da ki, geylik institutunun formalaşması ən azından bizim kimi cəmiyyətə səncə ziyanı varmı? Bizim kimi cəmiyyətə. Bizim kimi cəmiyyətlərə. Məncə qəşəng sual. Bizim kimi deyəndə kollektivist cəmiyyət deyirsən, yoxsa necə? Ənənəçi. Hə, mühafizəkar. Savaşda olan, detala bax, savaşda olan çox əsas detaldır. Bax, məsələ bilsən nədir? Niyə homoseksual insanları həqiqətən insan sayıb onların da cəmiyyətimizə, dövlətimizə xeyir verməsinə qarşıyıq ki? Dediyin şey dünən bir genetikçi ilə misal video çəkirdim. Ona dediyi söz oxşadı. İndi belə bir söz söyləyim. Bunu müdafiə edən insanların %99.9% eşitmisən, dediyi söz budur. Bunu əxlaqsızlığı yayırlar. Yəni əgər bir gey varsa, mənim uşağım da potensial olaraq onları o heç də, o mənə mənim yazımda da elə bir şey var idi. Hə, nə düşünürsən bununla bağlı? Bununla bağlı nə düşünürəm? Bax, yenə deyirəm, yenə qayıdırıq o bir məsələyə. Əgər uşaq yaşlarından, körpə vaxtından onun meyli yoxdursa, sonra da olmayacaq böyük ehtimal. Çünki o təbii deyil. Bunun tam əksini deyən məqalə oxumuşdum. Və məqalə çox qəşəng məqalə idi, amma unutmuşam. Ətraf mühitin təsiri 3 ya da 4 il öncə. Bax, sənin dediyin nədir? Gender rollarıdır. Gender rolları onsuz da sosialdır, performativdir. Judith Butlerin məşhur performativlik nəzəriyyəsində bunu göstərir. Yəni gender rolları deyərkən deyə bilərsən ki, bir insan qadına yönələ bilər, amma doğulduğu cəmiyyətdə istəsəniz kişilərlə əlaqəsi yaxşı ola bilər, qədim Yunan cəmiyyəti kimi biseksual ola bilər. Onsuz da biseksuallıq son nöqtədir. İnsan hər kəsin içində bu ola bilər. Bu daha böyük iddialı. Hətta mənim fərziyyəmdir bu, şəxsi fərziyyəm. Bəzi kəndlərdə zoofillər də var. O heç, yəni o ehtiyacı ödəmək üçün. Hə. Bu mənim fərziyyəmdir ki, insanların artıq lap belə azad olduğu vaxtda ən böyük fantaziyası şey olar. Biseksuallıq olar. Həzzi ala bilmək üçün son səviyyəyə çatır. O da biseksuallıqdır. Bilirsən, araşdırmalar var. Bu arada yəni yenə deyirəm, aşağıda özü cırb dağıtmayın, çünki ola bilər. Osmanlıda oğlancılıq. Səhvilərdə də deyirlər olub. Bilmirəm deyil. Şah Abbasın oğlanla şəkli var məsələn 1627-ci ildə çəkilmiş Məhəmməd Qasım tərəfindən. Yox, ola bilər, yəni oxşar. Ola bilər. Yəni qadının kifayət qədər həzz alır, alternativ həzz axtarır. O gey deyil. Deyil. Və bir də bunu əlavə edeyim. Müsəlman cəmiyyətlərində daha çox olmasına inanırsan? Ola bilər, çünki başlanan şey daha çox. Katoliklərdə bu o qədər də ümumiyyətlə Orta əsr Avropasının xristian cəmiyyələri, cəmiyyətləri müsəlman cəmiyyətlərindən daha vəhşi idi. Daha sərt idi, daha qanuna tabe idi, daha strukturlaşmışdı və xolastik dövrdür. O Avropanın xolastik dövrü. Və təkamüllə bağlı ilk örnəklərdən biri də əslində İslam dünyasındadır. Ya təkamül nəzəriyyəsi sahib düşün, insan yaranışını bir fövqəladə təbii qüvvəyə bağlamadan heyvanlardan formalaşdığını deyən müsəlmanlar oldu. Onsuz da elmin fundamentini yaradanlardan da əsl müasir elm paslaşıblar. Yunan pası verib buna Suryanilər vasitəsilə, bu da pası verib sonra Avropaya. Avropada indi yüksəlib elm. Sonra elə görünməsin ki, sualdan yayındım. Qaydıq əvvəlki məsələyə ki, onların ziyanı var. İndi belə deyək. Aha. Bax, məncə bu sual ehtiyatdır. Hə, təsəvvür elə ki, homoseksualların çox böyük bir faiz təşkil edir cəmiyyətlərdə. Yeri gəlmişkən qeyd edeyim ki, homoseksuallar bütün dövrlərdə statistika 5-10% arasında dəyişir. Bu hər dəfə belədir. Hələ nəzərə al ki, bəzi meyli olanlar həqiqətən homoseksual kimi hiss edənlər, amma onu göstərməyənləri də saysaq daha çox olar, amma yəni də 10%-i keçməz də, belə deyim. 5-10% arasındadır. Homoseksualın həqiqətən həddindən artıq çox olduğu cəmiyyətlərdə
biz bu sualı verə bilərikmi? Çünki sayıları çoxdur. Cəmiyyəti demək olar onları idarə edir. Cəmiyyətin ayaqda qalmasına olan da rolu Bu çox var. böyük bir iddia deyil. Deyil. Fərziyyə kimi deyirəm ki, təsəvvür edin belədir. Çünki biz bu müxtəlifliyə məsələn qarşı Sən onlar çıxırıq. elit yerinə qoydun birinə. Yox. Ümumiyyətlə deyirəm ki, orada iştirak eləyir həm də homoseksuallar iştirak. Məsələn, tutaq ki, bir müəssisə var, dövlət idarə müəssisəsi, orada 100 nəfərdən 5-i gizli homoseksualdır, amma vətən üçün çalışır. Yəni homoseksual olmaq onun vətənsevər olmadığı mənasına gəlmir. Qətiyyən O homoseksual sadəcə olmaq cinsi yönəlişdir. Kravatdır da yəni. sadəcə bu. Çarpayısını seçsin. Bax, əgər bunu qəbul edirsənsə, sən homoseksualların təhlükə olmadığını da qəbul etmiş olsan. Mən heç vaxt təhlükə kimi görmürəm heç nə. Məsələn, misal olaraq sənə deyirəm, yəni izləyicilər arasından kimsə olur. Siz əgər bunun sadəcə bir cinsi fantaziya olduğunu qəbul etsəz, o biri detallar hamısını qırağa qoyacağız. Çünki yəni bu faktiki olaraq əgər bir insan bioloji kimliyi olaraq, bioloji cinsiyyəti erkəkdirsə, onun ömrü boyu erkəklərə, yox qadınlara, dişilərə maraq göstərəcəyi demək deyil bu. Yəni çünki bioloji cinsiyyətlə biz gender cinsiyyətini, yəni cinsi kimliyini, şəxsiyyətini qarışdırmayaq. Gender ayrıdır. Və yenə deyirəm, performativdir, dəyişə bilər. Biraz Cəmiyyətə ziyan verə bilərmi? Məsələn, bizim kimi cəmiyyətə ziyan verə bilər. Bizim kimi cəmiyyətə ziyan verə bilərmi? Baxır nə vaxt ziyan verə bilər deyim. Əgər həddindən artıq radikallaşma, qütbləşmə olsa cəmiyyətdə, yəni bizim kimi cəmiyyətlərdə model olaraq deyirəm ki, həddindən artıq mübarizələr olsa və izolyasiyalar, təcridlər olsa, o zaman ziyan verə bilər. Bir də ki, mən söylədiyim bir məqalə, onu tapmağa çalışacağam. Sən sonra deyərəm. Həqiqətən, yəni görmüşdüm. Deyir ki, əgər bir cəmiyyətdə geyliyə normal baxılırsa, yavaş-yavaş arta bilir o. İnsanlar biseksuallar sayı arta bilir. Bax, geyin sayı yox, biseksuallı sayı arta bilir. Bayaq ona görə bayaq dediyimiz məsələ. Bayaq dediyim, bax, bu nəyi göstərir? O da ailə sistemini zəiflədir. Ailə sistemi zəifləyən kimi də bizim kimi dövlətlər, müharibə içində olan dövlətlər və yaxud da ki, şərq dövlətləri və yaxud da ki, qərb dövlətləri zəifləyə bilir. Gördün? Əlaqə qurdum. Bilir, amma yenə deyirəm, bu Yəni təsiri var. Onsuz da cəmiyyətdirsə və bir dövlət sosial konstruksiyasında bunun qarşılıqlı Məncə LGBT-də o öz cinsini göstərib partlayışlar eləmək kimi şeylər insanda qıcıq da yarada bilər, amma həqiqətən bayaq dediyim məqaləyə əsasən biseksualın sayı da artıra bilər. Ona görə də düşünürəm ki, cinsi yönəlişlik ümumiyyətlə şişirdilməməlidir. İndi mən çox yaxşı doğru vurğuladın. Mən onu əlavə edim ki, hetero üçün, nə homo üçün. Bax, məsələ odur da, biz bunu izah eləməyik. Mən onu əlavə edeyim ki, həddindən artıq qəzəb olsa, şiddət olsa, o zaman ziyan verəcək onların cəmiyyətdə olması. Çünki onların cəmiyyətdə olması qütbləşməyə səbəb ola bilər. Artıq insanların öz aralarında da, homo yox, heteroseksuallar arasında da və ya müəyyən fikir ayrılıqları yarana bilər. Bax, fikir ayrılığı olan yerdə daha çox cəbhələr yaranır. O zaman ziyan verə bilər. Amma biz həqiqətən onları deyib eləmək istəmirəm, necə deyim, təcrid eləmək istəmirəm, sanki insan deyirlər. Yəni homoseksualları belə deyim, insan yerinə qoymamağa davam eləsək, təcrid eləməyə davam eləsək, bax onda artıq daha çox sənin dediyin kimi bu bizə nə bilim kiminsə uşağı olsa uşağıma ziyandır və s. fikirləri daha çox olacaq. Amma biz onları çox sadə şişirtmə də bala. Ay solda eyni fikirdəyik. Çox belə vecimizə almasaq ki, hə öz fantaziyasıdır, öz cinsi kimliyidir. Onda artıq bu normallaşacaq. Normallaşdıqca nə olacaq? Artıq heç kimin belə deyim bir-birinə qarşı O zaman LGBT və digər tərzində o pride yürüyüşləri göstərən şeylərin hamısının qarşısı alınmalıdır. Niyə? Bir dəqiqə onu Çünki partladılar, göstərirlər axı. O istisnadır. Onun haqqında bir şey deməm. Mən sadəcə homoseksuallarla fərd olaraq yanaşıram. İndividual yanaşırsan. Mən individual yanaşıram hər şeyə. Davam eləyin onda. Amma LGBT-yə gəlsək, yer gəlmişəm qeyd edeyim ki, LGBTQR+-la heç bir əlaqəm yoxdur. Yəni mən homoseksual deyiləm. LGBT-yə gəlsək Hardan bilə bilərik? Bayağı. Bu seysəm gəl. Yüəgə. Hə. Bax görsən, deməli faydası olub bugünkü söhbətimizin bu dəqiqədə hardan ola bilər filan deməyindən. Hardan bilə bilərəm? Hə, bilə bilərəm, hə. Hə. Deməli, LGBT ilə bağlı danışsaq, qruplaşma ilə bağlı danışsaq, belə deyim, hər yerdə radikallar var. Biz bunu nə ilə müqayisə eləyək? Tutaq ki, Çox yaxşı yerə gəldim. bax. İndi deyəcəm, həqiqətən linç olunmasın, mən deyəcəm. Radikal solçular var ki, Che Guevara kimi həm geyinirlər, terrorist qrup olurlar. Radikal solçuları bura əlavə edək. Radikal dindarları əlavə edək. Radikal milliyyətçiləri əlavə edək. Milliyyətçiləri, dindarları əlavə edək. Radikal hər şeyə əlavə edək. Hə, amma belə misal çəkim. Bax məsələn, radikal gey də var demək istəyirəm.
Başa düşdüm. Başa düşdüm. Başa düşdüm. Hə, Amma okey. bir dəqiqə, bax, bir misal çəkim. Tutaq ki, hər hansısa bir dini qruplaşmadır. Azərbaycanı deməyim də, ümumi deyim. Dünyada da çoxdur. Müsəlmanlar arasında xristianlar da var. Onlar öz rituallarını göstərmək üçün mötəbər günlərdə yığılırlar. Müəyyən belə deyim, hərəkətlər edirlər də, yəni bir yerdə yürüyüş edirlər. Və bunu indi assosiasiya edək, məsələn, LGBT qruplaşması ilə. Prinsipcə, mahiyyət etibarından eyni şeydir. O da sosial qrupdur, bu da sosial qrup. Sən birinciyə mən bir örnək ağlıma gəlmədi. Bəlkə də mənim cəhalətimdən qaynaqlanır. Nəyə? Dindarlara? Əslində ağlıma gəldi. Ola bilməz, ola gəlməz. Dindarlara, bildim. Razısan bununla eyni şeydir. Sovetlər dövründə də deyəsən onlar gizli surətdə bunu eləyirdilər. Bax, məsələ odur, bax görürsən? Amma bir şey deyim sənə, düşünürsən ki, bu LGBT qədər açıq, aşkar edilir. Məncə gizlin ortamlarda edilər bu. İndi belə deyim, Sovetlər dövrünə qayıdaq. Bax, nə oldu? Öz dinlərindən əl çəkdilər. Qardaş, Baçanbazi var Əfqanistanda. Yəni belə şeylərə girməyəyiz. Yəni əl çəkmədilər də öz rituallarından, öz kimliklərindən. Cinsi rituallar, yəni Cinsi yox. Bilsən məsələ nədir? İnsan psixası, yəni insan psixologiyası, okey. Cəmiyyət mədəniyyət qrup, insan zəkası mədəniyyət qrupu və mədəniyyət daxilində istərsiniz müəyyən reqlamentlərə uymalıdır. Müəyyən reqlamentlərə uymaqda onun fiziki, bioloji əsaslarını çox vurur, zədələyir. İstədiyini eləyə bilmir. Personal taxmaq məcburiyyətindədir. Yəni özü ola bilmir. Uydurduğu bir super egonun təsirində yaşayır. Nəticədə obrazın, yəni super ego da aidi super ego, o super ego çətindir o saxlamaq və birdən-birə yumşalmaq, boşalmaq, rahatlamaq istəyir. O müddət ərzində gedir pivə içir, gedir nə bilim PlayStation oynayır, gedir dostlarını görür, dostumuz bir-birimizin nəyə söyrəyəsin, rahatlama mexanizmi söyrür. Freudun təsəvvürü. Tam odur. Eyni odur. Yəni ola bilsin ki də bəzi bu cinsi şeylər uzun müddət inanclarda, bəzi dinlərdə baskılanır, qorunur, sıxılır və birdən-birə bəzi o formada rituallarda özünü partladır. Bəs LGBT-nin burada LGBT axı baskı altında deyil ki, bunu dayanmadan göstərsin. Və gördün hardan hara gətirdim. Yəni dini qruplarda təbii ki bu baskı var deyə özünü bu formada göstərə bilər. Amma onlarda baskı yoxdur, nə istənsə ged elə də. Həm də ki mən bilən LGBT, yəni homoseksual insanlar daha çox bunu edirlər, ortalama heteroseksuallardan. Yəni düşünürsən ki, həqiqətən yoxdur təzyiqlər onlara qarşı? Heteroseksuallara, yox, homoseksuallara qarşı təzyiqlər. Yox, onların cinsi əlaqəsində məncə onlar qarşı yoxdur. Yox, məsələ cinsi əlaqə. Bir də ki mən sən nə fikir etmişəm? Homoseksuallar rahat bir-birinə deyə bilir bunu. Çünki sayları azdır deyə. Az seçimləri var deyə. Demədən bir-birlərini başa düşürlər. Bir-birini başa düşürlər. Çünki arada demədən. Demək olar ki, özlərinə məxsus davranışları olmalı səfərlər. Mən heç məlumatım yoxdur, bilmirəm düzü onlara. Amma mən bildiyim qədərini rahat deyə bilirlər. Kollektiv şüurda, kollektiv ortamda bir-birini anlama dərəcəsi daha yüksəkdir. Bir-birinin tərəfindən düşünmə, bir-birinin yerinə düşünmə empati deyil. O daha yüksəkdir. Empatiya yüksəkdir. Okay. Yəni deyirsən ki, geylərdə bu daha yüksəkdir. Daha yüksəkdir təbii olaraq. Yəni ortalama bir məndən, məsələn mən bir heteroseksual olaraq, məndən homoseksual daha yüksəkdir. Ola bilər. Orta hesabla yəni. Orta hesabla da. Orta hesabla daha yüksək. Maraqlı yanaşmadır. Bunu mütləq statistikasını görmək istəyirəm. Səncə LGBT nifrətə qarşı reaksiyadır yoxsa və nifrətə qarşı təbii ki, reaksiyadır? Bilirik, yəni baskıya yaranır. Sadəcə bunu yazmışam çünki insanlar çox bu sual verir. Nifrətə qarşı yaranır. Yalnız elə deyil. Yalnız nifrətə qarşı reaksiya deyil. LGBT daxilində də bəzən həqiqətən belə deyim, sadəcə zövq üçün, sadəcə fantaziya üçün biraz təbliğat tərəfləri də var. Yəni bunu obyektiv olaraq vurğulamalıyam. Ona görə onların qabağını almaq gərəkdir. Bu qədər ümumi, hə? Qardaş, bir sən nətərdir? Məsələn, amma bir dəqiqə, bizim kimi cəmiyyətlərdə yox ha. Təbii ki, bizim cəmiyyətlərdə yox. O qədər lükslər yox. Şəxsən mən öz şəxsi fikrimi söyləyim. Ona görə mənə geylər hücum eləyə bilər, amma mən İstəmərəm ki, küçədə bir LGBT Pride yürüyüşü görüm Azərbaycanda. Azərbaycanda. Hə, çünki Polşada gördüm, bəyənmədim. Yəni nə mənası var? Yəni mən də onda heteroseksuallar yürüyüş eləyək, anlamadım. Yəni yox. Bu bizə nəyə oxşayır? Deyirlər feminizmin adı niyə feminizmdir, humanizm deyil. Madam iki cinsdə qəbul edir. Eyni şeydir sən dediyin. Məsələn, indi mənim dediklərimi çürütə bilərsən. Hə, bax məsələn, ötən əsrlərdə qadınların hüquqları indikim deyildi. Bəli. Nə oldu sonra? Adı feminizmdir. Təbii ki, orada sosial-iqtisadi məsələ, siyasi-iqtisadi məsələlər var. Sən çox yaxşı yerə gedirsən. Adı feminizmdir. Və məsələn, tərəzinin daha ağır tərəfini bərabərləşdirməyə doğru aparmaq üçün tutaq ki, atıram. Bax belə verim misalı. Qırmızı toplar və sarı toplar məsələn. Bir yerdə olan sayı bərabər olmalıdır tutaq ki. Bir yerdə qırmızı top daha çoxdur. Ora sarı top atacaqsan da qırmızı atmayacaqsan ki. Məsələn,
eyni şeydir. Bərabərləşdirmək. Buna humanizm deyəndə bu həm ideoloji olaraq, həm sosial olaraq daha çox təsirli olur. Nəinki daha doğrusu feminizm deyəndə, nəinki humanizm deyəndə. Məsələn, eyni məntiqdir. Sən deyirsən ki, onda heteroseksuallar deyiləsən. Heteroseksualların bu dəqiqə ehtiyacı yoxdur axı ona. Yəni bərabərləş. Baskı altında olmadıqlarına görə heteroseksuallara ehtiyacı yox. Heteroseksualların buna ehtiyacı yoxdur. Balanslı olması üçün. Amma var axı. Homoseksual. Məsələn, bizim cəmiyyətlərdə heteroseksuallar da öz cinsi həyatlarını rahat yaşaya bilmirlər. O ayrı. Gördün onu? Mən səndən sualı zaten Azərbaycana görə verirəm. O ayrı mövzudur. Yəni o ya okey də ikisi tərəf də eləyə bilmir rahat. Yəni gizlin eləyir. Amma Avropada gizlin deyil. Bax, oradan ona təsir edən bəzi ideoloji, nə bilim, milli qəliblər var. Okey, o milli qəliblərə ehtiyac var səncə? İndi bəli, indiki də 21-ci əsrin 2025-ci ilin neçəsidir? Baxır hansı da, yəni baxır hansı, yəni necə deyim, indi bu dəqiqə işləməyən, onsuz da o qədər milli mənəvi dəyərlər adı ilə yeridilən bəzi qəliblər var ki, həqiqətən heç kim əməl eləmək istəmir, bəyənilmir. Sadəcə gözlə. Niyə bəyənilmir? Niyə bəyənilmir? Bir məsələn, bir ənənə necə yaranır səncə? Globalizasiya nə? Bir ənənə necə yaranır? Bir ənənə necə yaranır? Bir sosial qrupda iyerarxik olaraq hansısa bir fərdi özünə tabe eləmək üçün müəyyən bir anlayışlar yaradılır. Yəni qəliblər. Səncə bu aşırı sol yanaşma deyil? Ancaq siniflər arasında. Onsuz da indiyə qədər gəlib çıxmağımızda da bunun təsiri var və mən demirəm ki, tamamilə mənfi bir şeydir. İdarə eləmək üçün. Onda belə mən antropologiyada belə oxumuşdum. Məncə kifayət qədər obyektiv yazıb. Deyir ki, ən ənənəli yaradan bir şey vaxtında gərəkli olduğuna görə davamlı edilən bir proses var. Məsələn, çox xeyir verir zamanında. O qədər eləyir ki, bir müddətdən sonra bu nətər biz otağa girəndə əlimizi atırıq, işıq yenə vərdiş eləyiriksə, onu da cəmiyyət vərdiş eləyir və buna ənənə deyirik. Yəni vaxtda xeyir verir. Bir müddətdən sonra həminki o situasiya dəyişib deyə artıq xeyir verməsə belə bunu eləməyə davam edirik. Çünki nə üçün vaxtında elədiyimizi artıq unutmuşuq. Artıq onu qutsal görürük. Ona görə ənənəmiz proses sayırıq. Bunlar razıyam yəni. Bəli. Və ona görə də mən düşünmürəm ki, bu hansısa bir sosial qrup. Təbii ki, sosial qrupun elədiyi də ola bilər. Elə ənənə ola bilər ki, hansısa bir üstün elitanın qurduğu bir uydurma ola bilər və zamanla bax, ümumiyyətlə sən dediyindən hara gəlmək olar? Adorno'nun individualizm var nəzəriyyəsi. İndividualizmə görə artıq hər şey bir mərkəzdən individual, fərdi olaraq dəyişir, inkişaf edir və bu mədəniyyətə təsir edir, sosial sistemlərə təsir edir. Yəni individualizm bir şey mənfidir ki, xüsusilik, özünə məxsusluq itir. Bu hər şeydə belədir. İndividualizm də itir? İndividualizm yoxsa kollektivizm itir? Yox, individualizm də məsələn, sən antropoloji olaraq yanaşsa bir xalqın özünə məxsusluğu itə bilər. Və sən anladın nə deyirsən. O tərəfdən yəni kültür qloballaşdıqca individualizm bir də qloballaşma ilə əllə gedən bir şeydir. Onsuz da elədir, sonra gəldi. Bəli, anladım. Postmodernizm sonra. O baxımdan razılaşa bilərəm. Amma belə bir şey var ki, bu bioloji olaraq əsaslandırmanı gətirdik. Təbiətdə də varsa, bayaq dediyimiz kimi. Bunu normal olaraq qəbul etsək, artıq get-gedə onsuz da bu konkret homoseksualizm adlı bir din ya da bir necə deyim dəyərlər toplusu yoxdur ki. Əslində bunu bu cür qəbul etsən, bioloji aspektdən kifayət qədər əla izah eləmisən. Mən buna bir söz demirəm və biolojiyadan əlavə psixolojini yaxşı izah eləmisən. Amma sosial mövzular görürsən ki, hər cəmiyyətin özünə məxsus bir geyim tərzi var, yəni libası var. Və o mövzuda da düzgün vurğuladın. Razıyam səndən. Son olaraq deyim ki, o hara qədər sərhəddi nədir onun? Əgər zorakılıq yoxdursa, çox ciddi şəkildə təzyiq yoxdursa, ayrı-seçkilik yoxdursa, sənin dediyindən razılaşa bilərəm. Hə, yaxşı, icazə olmasın. Vacib deyil ki, LGBT paradlar olsun. Mən ümumiyyətlə ora LGBT mövzusunda da biraz skeptik yanaşmadayım. Sadəcə söhbət müxtəliflikdən gedirsə, bu müxtəlifliyi qəbul etməyi ən etik, fundamental prinsiplərdən biridir. Gözə soxmadan normal indiferentlik yarada bilərlərmi bizdə? Məsəl üçün, bax gözə soxmadan deyirsən. Əks sual. Toy edir heteroseksuallar və əks cinsi bəyəndiyini, nə bilim, ondan evlənib paylaşır. Toyu yaxşı, belə deyim. Toy eləmə məncə yaxşı örnəkdir, çünki o daha qəşəng fikir söyləyə bilərəm toya. Toyun səbəbi iqtisadi məsələlərdir. O heç. Evin qurulması üçün dəstəkləsin. Yox, o heç. Ora girməyə, o qədər dərinə girmə. Mən bunu eləyəcəm demək deyil. Toy deməyim. Qəşəng. İki heteroseksual münasibətdə, daha doğrusu hetero bir münasibətdir və paylaşılır. Məsələn, kimsə bir kişi qadından xoş gəlir, paylaşır onu. Bu da gözə soxmaq deyilmi?
görür, paylaşır, zaten cinayət işidir o. Qadının rızası olmadan paylaşmaq, paylaşırsa. Yox. Yəni bu cinayət Çox işidir. detala girirsən, amma onlar Yox, demirəm. anlamadım. Yəni onu götürüb eləyib paylaşmağı. Yaxşı, belə Cəmaət deyim. eləmir axı onu. Belə deyim. Hetero münasibətlər səncə gözə soxulmurmu? Hetero. Məsələn, dediyini nətər dəstəkləyə bilərəm. Məsələn, bitter çikolatanın reklamı. Aha. Bax, özünün daha yaxşı misal. Reklamdırsa o heç, amma Erotika var axı. ay so. Mən onu deməyə çalışıram. Yəni heteroseksual bir erotika var. Amma sən bunu nətər yoza bilərsən? Bir oğlan da qəşəng bədən, bu geyə də təsir edə bilər, qadına da təsir edə bilər. Yəni universal olur. Yəni Murat, yəni universal olur. Bax, burdan sən nəyi təsdiqləyirsən? Nəyi təsdiqləyirsən? Cinsi meyllərimizin müxtəlifliyini. Mən zaten bioloji olaraq sənə eyni fikirdə oldum. Buranı həm də sosial mənada bunun təsirini dedim bu dəqiqə sən açıq-aşkar. Təbii ki, sosial mənada deyirəm bunun təsirini. Amma götürüb orada tipik olar. Amma yox, deyir. Dediyimin tam əksini söyləyimmi? Elə reklamlar da var ki, bir kişi 7-8 qadın ətrafına yığdığını göstərir və beləliklə alfa erkək modunda gəzir. Yəni düzdür. Polimoniyadır. Bəli, razıyam. Çünki cəmiyyətin böyük qismi heteroseksual olduğuna görə reklamla böyük qismə xitab edir deyə bu normaldır olması. Fakt budur ki, sən deyirsən gözə soxulmadan, amma biz həqiqətən öyrəşmişik hetero münasibətlərə, amma onun gözə soxulduğunu heç görmürük, görməzdən gəlirik. Bəs səncə bu gözə soxulmadan, yəni gözə soxulma 19-cu əsrdə ortaya çıxıb da, yəni Viktoriya dövründən sonra geylər, daha doğrusu homoseksual münasibətlər çox homoseksual münasibətlər ümumiyyətlə skolastik dövrdən bəri İbrahimi dinlər yüksələndən bəri sıxışdırılan bir şeydir. Bunda şübhə yox. Amma Queen Viktoriya dövründən sonra bu daha da yüksəldi. Hə. Mən buna razıyam. Məsəl üçün bir araşdırma oxumuşdum. Çünki sənət biraz necə deyim, sənət o dövrdə nisbətən özəlləşdirilib. Ümumiyyətlə çox detal var, ona şübhə yox. Məsələn, non-şok deyəsən, non-şok olmalıdır. Yaponiyada belə bir festivallar var idi ki, orada homoseksuallıqlarını göstərdilər. Amma nə vaxta qədər? 19-cu əsrə qədər. İmperator Mitsuhito dövründə qərb standartları ölkəyə gəldikdən sonra artıq kişilik və qadınlıq, o gender, yəni cins yox, gender çox kəskin fərqlənməyə başladı. Və mən bu aspektlərdən bir tarixçi olaraq yanaşarkən görürəm ki, əgər bu dediklərim doğrudursa, ki araşdıra bilərsiniz, bəlkə səhvəmsə qeyd edin, həqiqətən bilirsiniz, o dəqiqə qəbul edəcəm. Daha güclü mənbəniz varsa. Bu tarix aspektdən baxanda görürük ki, yox, 19-cu əsrə qədər bu qədər qıcıq yoxdur, bunlar normal qarşılanır. Məsələn, sizə bir şey deyim, 18-ci əsrin böyük, ən güclü dövlətlərindən biri Prusiyadır, balacadır, amma Frederik 7 savaşlarını udur. O böyük Frederik. Böyük Frederik. Çox böyük simpatiyam var ona. Amma gey olduğunu sonradan öyrəndim. Bu arada biseksual da deyil, geydir. Bilirəm. Məlumatım var. Bəli, çünki nəysə. Ondan sonra o hərəkətinə görə atası tərəfindən dəfələrlə cəzalandırılıb. Sonra məsələn böyük İskəndər biseksual, ona gey tam demək olmaz, tək oğlan yox, dişilərlə də olurdu. Olurdu. Ondan sonra imperator Ai var. Sonuncu Tan sülaləsinin nümayəndəsi olmalıdır səhvimizə 10-cu əsrdə yaşayıb. Məsələn, onun gey olduğu, biseksual yox, gey olduğu. Ondan sonra kimlər deyə bilərəm? Və ya onsuz Fəlsəfə Osmanlı'nın çəkdiyi misalını. Yəni görürük ki, İsveçli Katrina var idi. İsveçli Katrina. Rusiyanın müharibə olan dövr deyirsən, yoxsa? Dəqiq bilmirəm, amma onun öz qızlı qadındır. Qadınlara münasibət. Yəni bu var və bu qeydə alınıb. Düzdür, step xalqlarında bu çox nəzərə alınmayıb. Yazılmayıb step xalqlarında. Bu olmadığı mənasına gəlmir. Sadəcə əlimizdə mənbə yoxdur deməkdir. Çünki step xalqları həyatlarını, yəni Bozqır xalqları, türklər, Dunquzlar, Monqollar, bu tip xalqlarla köçərlər də. Əlimizdə ümumiyyətlə onlar həyat tərzindən bağlı çox az məlumat olduğumuza görə bilmirik ki, onlarda homoseksuallıq olub ya yox, amma böyük ehtimal olub, qeyd alınmayıb. Şamanları bayaq misal çəkdik ki, onlarda ola bilərsə bu da təsir edə bilər. Amma o ki qaldı Yunanlardakı biseksuallığa, tarixi aspektdən deyirəm. Bunlar kazarmada yaşayırdılar uzun müddət. Və uzun müddət kazarmada yaşadığına görə bu tələbatını biseksuallıq formasında ödəyirdi. Yəni digər kompanyonu ilə ödəyirdi. Maraqlı bir hadisə var. Bunu mən çox sevdiyim bir tarixçi, Əmir deyə xitab etdiyim bir adam var. Çox qəşəng tarixçidir, çox sevirəm, hörmət edirəm. Onun mən söyləmişdim, mən də getdim araşdırdım. Məsələn 378-ci ildə qurulan bir elit qvardiya var, FIV. Yunan şəhəri var, FIV. 150-si şeydir, 150 cüt, yəni 300 nəfər elit əsgərdir, bir-birini sevirlər. Yəni 150-si 150-sini sevir, amma geydilər. Yəni 150-si bir-birini sevirlər deyə burada bir kəlmə var, deyir ki, heç vaxt sən sevgilinin qarşısında cəsarətsiz davranmarsan. Bu iki bir-birini sevən orada 300 nəfər, bir-birini sevən 300 nəfər döyüşü çox güclü məharətlə döyüşür və bunları FIV-lilər yaradıb. FIV şəhəri var, Tebes yazılır. Oradan gəlir. Orada məsələn bu 300 qutsal birlik adını alıb. Və bunlar bildim. Bax bunu deyən kimi yadıma düşdü. Bəli, qutsal birlik adını alıb. Bunlar 300 gey savaşçı idi və sonunda bunlar böyük İskəndər darmadağın edir Xeronea savaşında atası Filiplə bərabər. Və yəni çox
Bu belə göstərir. Sonra məsələn Axunlarda var belə bir detal. Axunlarda bunu bilmirəm. Prokopius'dan götürdüyünü iddia edən bir Əfqanın paylaşımından oxumuşdum. Bilmirəm amma yəni doğrudur ya yox. Deyirdi ki, təbii ki burada amma göyli əlaməti yoxdur, dostluqdur. Hə, bir-birinə and içsən iki dost, dan biri ölürsə o birisi onun üçün savaşmağa davam eləyirdi və onunla birgə məzara girdi. Yəni sağ qalsa belə ölməli idi çünki dostu üçün söz verib. Hə, o birisi. Amma bunun geyliklə əlaqəsi yoxdur. Bu amma şeylər Yunanlıların %100 gey olduğu, bir-birini sevən 300 nəfərin birgə savaşdığı var. Yəni görürük ki, heç də hər dövr, yəni 21-ci əsrdəki kimi olmayıb geylər münasibəti. Onda belə deyək də, belə bir sual verim. Səncə Viktoriya dövrünə qədər olan o orta əsrlərdəki o normal homoseksualın normal olması dövrə görə dəyişir. Yəni o skolastik dövr var. Tam onu bildim hansı dövr. Mənim dediyim dövrlərdə olması, okey. Yenə davam eləsəydi və bu müasirliklə də bəzədilsəydi. Səncə indi necə olacaqdı vəziyyət və buna necə baxardın? Mən belə şey söyləyim, əslində yəni gerçək deyim, bunu ölçə bilmirik, bəlkələr üzərinə yaza bilmirik. Çünki iqtisadi sistem o qədər dəyişdi ki, inqilablar oldu, dövlət sistemi dəyişdi 19-cu əsrdə və bu istər hər şeyə sirayət elədi. Və bu tip geylərə qarşı reaksiyaların da ortaya çıxmasına gətirdi. Homoseksuallara qarşı reaksiyaların da ortaya Məsələn, pornoqrafiya 19-cu əsrdə yüksəlir. Niyə? Çünki porno ümumiyyətlə sıxışdırılır. İnsanlar onu birdən-birə, onu başqa yerdə axtarırlar. Artıq kinematografik bir şey yüklənir. Bəli, onu fərqli formada ortaya çıxarmaya çalışırlar. Məsələn, geyimlərə baxırsan ki, 17-18-ci əsrin geyimlərində bədənə dar geyimlər geyinir ki, erotik həzlər göstərilsin. Ondan sonra başladı. 20-ci əsrdə hamıda qara, ağ, qara, yəni artıq cinsel yönəlişlik, daha doğrusu qarşı tərəfi təsirləndirmə zəka, üz və statusdan əlaqələndirilir. Bununla bağlı üzr istəyirəm, mənim bir dənə paylaşım var idi ki, məsələn bir hissəyə şey qoymuşdum, 16-cı Ludoviki, bir tərəfə də Donald Trump'ın geyimini qoymuşdum. Demişdim müqayisə edin. Bax, oradakı o corablar, o çəkmə, o bəzəkli, süslü geyimlər o vaxtı kişilik, erkəklik, dominasiya göstəricisi idi. Bəli. Və indi çox sadə, heç də seçilməyən bu şey yadıma düşdü. Tovuz quşunun dişisi erkəyi məşədi. Aynən. 20-ci əsrdən başlayır artıq bu o qədər dəyişir ki, əslində bu məncə cəmiyyətlərin mobilizasiyasında çox böyük rol oynayıb. Bu Viktoriya dövründə biz deyirik belə sıxışdırdı, amma və anomiya da demək olar ha. Burada Durkheim'in anomiyası da var. Çünki sistem dəyişir və yasasızlıq hökm sürür. Nisbətən keçmiş. Məncə aşırı yasallıq var orada. Çünki həyat hər şey, məsələn, orta əsrin bir kəndlisi məndən daha azad idi. Elə məsələ odur da, sistem dəyişir və sən mobillik dediyinlə bunu birləşdirsə, anomiya da burada işə düşür. Mobillik, belə deyim, mobilizasiya kollektivist, daha da kollektivləşən Viktoriya dövrünə aiddir. Ondan öncəki dövr isə daha azaddır. Daha sistemsizdir. Əslində daha da sistemləşir deyə hər şeyi kontrol eləmək istəyən bir dövlət ortaya çıxır deyə sənin cinsel yönəlişliyinə belə qarışır. Bax orada çox məsələ budur. Mən də onu deyirəm ki, bəli, bax burada problem var. Bu 20-ci əsrdə və 21-ci əsrdə isə bu artıq bizdə indi bunu izləyən bir adam bunu deyirik. Bunu heç cür qəbul edə bilmir. Çünki elə yanaşması yoxdur. Ümumiyyətlə bu sivilizasiyalar arasındakı fərqdir. Məsələn, yerli Amerikalının yanına gedir, kolonialist torpağı tutur, deyir ki, sən nə torpaq tutursun? Bu torpaqdır da, yəni yaşa da burada. Niyə bunu işğal etməyə çalışırsan? Çünki yerli Amerikalının anlayışı yoxdur. Təsəvvür edə bilmir. İndi burada da göz açandan bəri homoseksuallara qarşı bu formada yetişdirilən 20-ci əsr və 20-ci əsr cəmiyyətlərində belə yetişdirilib. Bu danışığımız qızıq verir, qorxu verir. Ona görə belə reaksiya verir. Çox normaldır bu. Və bu gün mən də demirəm ki, Fərhad bunu müdafiə edir. Fərhad sadəcə deyir ki, mənim araşdırdığım budur. O gənc araşdırmaçıdır və yaşına görə çox potensiallı biridir. Təşəkkürlər. Və o da sadəcə bu mövzuları araşdırır və deyir ki, buna normal baxaq. Və normal baxdıqdan sonra zaten yəni var da bu, yox desəz də var bu. Problem halına belə gəlmir. Problem halına gəlməməlidir deyir və bunu müdafiə edir. Yəni homoseksualı müdafiə eləmir. Buna olan baxışımızın dəyişməli olduğunu söyləyir. Bütün müxtəlifliklərin əgər təbiətdə varsa, çox normal olduğunu deyirəm və homoseksuallıq da bu dəqiqə qlobal məsələlərdən biri olduğu üçün mən onu deyirəm. Burada amma məncə təbiətdə olan hər şey yox. Təbiətdə olub da ziyan verən şeyləri kənara qoyaraq. Məsələn, pedofiliya məsələn ora daxildir. Ona görə cümləni biraz dəyişək. Əgər bu geylik sənə ziyan vermirsə, homoseksuallıq sənə ziyan vermirsə, yox, indi yazılar ki, ziyan verir də. O ziyan verməkdə bayaqdan cavab verdin ki, izah elədik. Bayaqdan cavab verdin ki, ki, sənin əgər yönəlişliyin buna yoxdursa, sənin yanında 115.000 gey olsun, sən bunu meyləməlisən. Amma mən onunla biraz skeptik yanaşıram. Orada biraz fərq var. Bundan bağlı sonra danışa bilərik, çünki vaxtımız az qalıb. Çox qəşəng çıxış elədin, çox bəyəndim səni. İstəyirsən sonda real mövqelərimizi də deyək də. Yəni sən məsələn deyək.
istəyirsən. Bayaq Mən məsələn deyirəm də, məsələn mənim üçün həqiqətən indiferentdir bu mövzu. Yəni mən bir geydən iyrənmə, çəkinmə duymuram. Çünki ona qarşı heç yönəlişliyim yoxdur. Bax bilirsən nətərdir? O bir qızı sevirsən, sevən ayrılandan sonra onun nifrətin olur. Nifrətdən keçəndən sonra heç bir hissin qalmadıqda artıq deyirsən ki, ona qarşı bir hissim yoxdur. Yəni nifrət də sevgi də yaxın hisslərdir. Mənim onlara qarşı ümumiyyətlə hissim yoxdur. Yəni nifrətim də yoxdur, sevgim də yoxdur. Niyə olsun ki? Yəni o adam da yaşayır, onda yönəlişli odur. Həqiqətən mən buna normal baxıram. İndi söhbət normallaşdır. Normallaşdırmıram, mən normal baxıram. Yəni o var. Sən it hürür deyə narahat ola bilərsən. Yəni və yaxud da ki, inək möldür deyə onun narahat ola bilərsən. Nə bilim, maşının səsi gəlir deyə narahat ola bilərsən. Var da bu, yəni neyniyək? Bu səni gəlib sənə ziyan verdiyi məqamda, yəni sosial konstruksiya ziyan verdiyi məqamda tam-tamına səni dəstəkləyir. Hə. Sosial konstruksiyaya bu ziyan verərsə, antropoloq baxışı. Yəni bax mən şəxsən cəmiyyəti aşırı sevən biriyəm. Azərbaycan cəmiyyətinə mən bağlıyam. Pisi ilə yaxşı mənim üçün. Yəni bax bir Avropa bilmirəm, buna görə tənqid eləyə bilərsə, amma bir Avropalıdansa bəyənilməyən bir qaqanı mən daha xoş gəlir mənə. Çünki o mənə daha yaxın gəlir. Görsəydi. Çünki mən onun arasında böyümüşəm. O mənimdir. Də emosional bir bağ var da. Emosional bağ var və bu emosional bağ hər bir şey uydurmadır, fərqindəyik bunun. Cəmiyyətlər uydurmadır. Okay, anladım. Adlar zətlər bildik də, yəni o mənim yanaşmam. 20-ci əsr amma mənə görə bu uydurmalar gözəllikdir və bu uydurmalar olmasa bu gün burada deyilik. Və ona görə də uydurmaları mən müdafiə edirəm. Yəni miflərdən bu tarix boyu bu ümumiyyətlə sən mifə qarşı da mif sarırsan axı. Yəni səninki də çox dəyişmir. Məsəl üçün, sənin dediyini Kantın fəlsəfəsinə vura bilərik ki, okay, razıyam. Bəli, bunlar hamısı Hegel. Hə, insan tərəfindən bu yaradılıb, formalaşdırılıb, amma sənin baxış açın nə qədər doğru ola bilər? Sən insan zehnindən limitlənmiş bir varlıqsansa. Yəni o fəlsəfəyə girməyək, çünki vaxtımız yoxdur. Fəlsəfəyə, hə. Doğrudan ona girsək çıxa bilərik. Amma çox qəşəng. Yəni bax gördünüz, obyektivliyin qorudu. Həqiqətən videonun ortasında sıxışdırmağa çalışdım. Daha da dibə getdim, daha da cümlələri belə mürəkkəb qurdum ki, bir şey eləsin. Yox, obyektivliyin qorudu, göstərdi ki, elə deyil. Amma yenə də mənim öz şey var. Mən Azərbaycanda küçədə LGBT pride yürüşləri görmək istəmirəm. Qətiyyən görmək istəmirəm də. Amma onlar insandır, onlar bizdən eynidir. Onlar da bizim kimi vətənsevər ola bilər, onlar da bizim kimi solçu ola bilər, onlar da bizim kimi sağçı ola bilər, onlar da bizim kimi balıq yeyə bilər, onlar da bizim kimi salam verə bilər, sağ ol deyə bilər. Bizdən demək olar ki, fərqi yoxdur. Ta ki cinsi seçiminə qədər ki, o da sizin artıq işiniz deyil. Bu qədər bəs, sizin işiniz deyil. Çünki sizinkinə də qarışılsa siz də qızıqlanarsınız, aqressiv reaksiyalar verərsiniz. Sonra sizin videoları çəkib deyirlər ki, görürsüz, bunların başı yoxdur. Hər kəs ac qalan bir elita belə ad saxla təsəvvür oydu. 50 ildir akademiyadan çıxmayan dayda düşün. 10-15 gün ac saxla görün nətər vəhşiyə çevrilir. Çünki günün sonunda homo sapiensdir. Bəli. O detalı mütləq vurğulamaq ki, biz homo sapiensi, yəni bioloji olaraq heyvanıq. Bəli. Ona görə də qızıqlandırmayın reaksiyaları. Maraqlı bir dənə də məlumat yazmışdım bura. Elə belə biləsən dediyim. Əhəmənilərdə, Sasanilərdə də Fars imperiyalarında da düzdür, Zərdüştü buna qarşı idi homoseksuallığa. Çünki bilirsən də o tip kollektivist dinlər insan sayı artımını, ailə institutunu dəstəkləyir ki, sayarsın, yəni onu izləyən artsın əslində. Bu şey isə şərab daşıyan oğlanlara meyl eləyir. Hə, Osmanlıda onun müəyyən oxşarlıqları var ha. İran dövründə də. Məsələn üçün İmperator Hadrian var, Adrian. Hə, o sarayda Onun sarayda sevgilisi var. Antonia adında deyirsən. Antonia sevgilisi var. Amma çoxalmaq üçün qadınları istifadə edir. Şübhəsiz də normaldır. Amma biseksualdır məncə. Sonra bir dənə Roma imperatoru vardı. Bir 2 il hakimiyyətdə qalır. Elgabalus. Elgabalus. Xristianlıqdan sonra. Hə, Xristian sonrası deyəsən. 200-cü illərdir, dəqiq bilmirəm. Hə, Xristian sonrası sayılır. Yəni belə, yəni tarixlər dövründə eşələsəz. Nero haqqında deyənlər də var ha. Nero. Eşitmisən? Nero'da hər şey çıxır. Nero haqqında hər şey deyirlər. Caligula, bəli. Belə, yəni buraları davam edirik, elə belə söhbət edirik. Yoxsa kameralar bağlanan sonra hələ də söhbət etməyə davam edəcəyik. Uğurlar diləyirəm hər kəsə. Təşəkkür edirəm dinlədiyiniz üçün. Ümid edirəm ki, obyektiv olacaqsınız. Rəy qismində də öz fikirlərinizi paylaşın. Bir-birinizi təhqir eləməməyə çalışın, çünki mənası yoxdur. Öz boş nə aqressiv etməyin. Uğurlar diləyirəm. Mən də sənə təşəkkür edirəm. Doğrudan çünki bu cür mövzunu müzakirə etməyə razı olmağın və həm antropoloq gözündən, həm tarixçi gözündən baxmağın, obyektivliyi qorumağın alqışını hasil aldı. Çünki görürsən ki, cəmiyyətdə bu cür mövzular adətən
ya qütbləşməyə səbəb olur, ya mühakimə ilə müzakirə olunur. Amma biz normal müzakirə, bu da onu göstərir ki, iki fərqli düşüncədə olan insanlar, hətta çox da böyük fərqliliklər yoxdur ya. Müəyyən yerlərdə qırılmalar var. Günün sonunda insani detal ortaya atırıq deyə. Mütləq. Yəni Orada onu nəzərə almaq lazımdır və hər kəs də bunu mütləq o insanlıq, etik prinsiplərdə bura yəni məsələyə yanaşanda Amma qatmalıdır. unutma, insan qurdudur. Az qalanda hə. Hər anda. Ambisiyası olanda. 100%. Qutara bilmirik videonu görürsüz, çox maraqlı məsələlər gəlir. Onu düz deyirsən. Nəysə. İnsan qurdu. Canus lupus mupus deyirdi. Sən roman dillərini bilirsən. Roman dillərin birindəndir. Latıncadır bu. O da qalsın gələndə. İnsan qurdur deyə görün. O da qalsın gələndə. Okay. Gəlin fonsa roman dillərini çəkirik. Qrammatikanı bilirəm. 5-6 dənə dil bilir. İtin də dilini bilir. Ona da çəkəcəyik. Uğurlar. Sağ olun.